müəllimlər, hər birinizi xoş gördük. Bu dərs inteqrasiya mövzusu haqqındadır. Təbii, qəbula həm sertifikasiya, həm MİQ üzrə düşən ən vacib mövzulardan biridir deyə diqqətli olmalıyıq. Nümunələrlə fikrimizi əsaslandıracağıq. Qeydlərinizi götürün, dərsə diqqətlə qulaq asın. İnteqrasiya mövzusunu bilmək üçün ilk öncə siz məzmun xətti anlayışını bilməlisiniz və yadda saxlayaq ki, inteqrasiya fənlərin bir-biri ilə və həyatla əlaqələnməsidir. Ümumi tərifi budur. Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla əlaqələnməsi təmin olunur. Təhsilin məzmun komponentləri fənlər, onlar öz aralarında və həyatla əlaqələndikdə inteqrasiyanı təmin etmiş olacaq. Yəni, inteqrasiya əlaqə qurmaq deməkdir. Bəs indi biz bu inteqrasiyanı necə qura bilərik, necə əlaqələndirə bilərik bu fənləri bir-biri ilə? Bura baxaq. İnteqrasiyanı bilmək üçün, hökmən fən daxili inteqrasiyanı bilmək üçün məzmun xətti anlayışını bilməliyik. Məzmun xəttləri. Məzmun xətti nədir? Məzmun xətti hər bir şagirddə fənnin və ya hər hansı bir fənnin şagirddə formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşir. Təbii, bir rəqəmlə ifadə olunur və s. Fənnin ana xəttidir bu məzmun xətti. Bunu yadda saxlayaq. Ona görə də hər bir müəllimimiz məzmun xətti anlayışını bilməli və öz fənni üzrə məzmun xəttlərini bilməlidir. Əgər öz fənnimiz üzrə məzmun xəttlərini bilmiriksə, fən daxili inteqrasiyanın tapılmasında çox ciddi problemlər yaşaya bilərik. Ona görə də ilk tapşırığımız hələ ki izaha başlamamış, öz fənnimiz üzrə məzmun xəttlərini öyrənirik. Daha sonra inteqrasiyaya başlayırıq. İnteqrasiya dedik ki, təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsidir. İnteqrasiya və həyatla əlaqələndirilməsidir. O zaman biz bunu 3 növə bölürük. Fən daxili, fənlər arası və fən üstü inteqrasiya. Fən üstü olmaqla 3 yerə bölürük. Fən daxili inteqrasiya nədir? Fən daxili inteqrasiya eyni fənnin daxilində əvvəlcə formalaşdırılmış bilik və bacarıqların sonrakı, yəni hal-hazırda formalaşdırılacaq bilik bacarığa inteqrasiya olunmasıdır, əlaqələnməsidir. Yəni, əvvəlki təlimdə qazanılan bilik bacarıqlar indi bizim işimizə yarayacaq. Amma eyni fənnin daxilində. Tutaq ki, riyaziyyat müəllimi əvvəlki illərdə hər hansı bir bilik bacarığı formalaşdırıb və yaxud əvvəlki bölmələrdə formalaşdırıb, bunu hal-hazırda tətbiq edirik. Bu olur fən daxili inteqrasiya. Və yaxud tarix müəllimi olsun, bir öncəki sinifdə və yaxud eyni sinifdə əvvəlki bölmədə, mövzuda öyrətdiyi bilik bacarığı hal-hazırda tətbiq etdirməyə çalışır. O zaman burada ortaya nə çıxacaq? Eyni fən müxtəlif siniflərdə də ola bilər, eyni sinifdə də ola bilər. Bu olacaq, müxtəlif sinif olduqda eyni fəndir, amma siniflər fərqlidir. Bu olacaq şaquli inteqrasiya, şaquli olur, müxtəlif siniflərdə artıq əlaqə qurulacaq. 6-cı sinifdəyəm, 5-də öyrəndiyimi bura inteqrasiya edə bilirəm. Bir də eyni fən, amma eyni sinif. Bu olacaq üfüqi inteqrasiya, üfüqi. Bunlarla bağlı sadəcə eyni sinif olacaq. Eyni sinif. Nəyi yadda saxlayırsınız? Qəbula düşən situasiyalarda sinif fərqini görə bilməyəcəksiniz. Əgər məzmun xəttləri eynidirsə, eyni məzmun xəttlərinə əsaslanırsa, bu olur şaquli. Əgər inteqrasiya müxtəlif məzmun xəttlərinə əsaslanırsa, o zaman üfüqi inteqrasiya olacaq. Gəlin buna nümunə göstərək. Məsələn, Azərbaycan dili müəllimi şagirdlərə videoçarx izlədir. Videoçarx izlədir. Yadlarında qalan, hafizələrində qalan həmin o videoçarxda məlumatlar əsasında esse filan cümlədən filan say göstərir. Cümlədən ibarət esse yazmasını istəyir. Yazmaq. Tapşırır. Bax, bizə videoçarx verdi, dedi izlə. İndi onun əsasında esse yaz. Bu olacaq indi məzmun xəttinə görə. Gəlin, baxaq. Fən daxili onsuz izləmək, dinləyib anlamaq, esse yazmaqla bağlıdır. Amma bir Azərbaycan dili müəllimi bunu tapmaq üçün öz fənni üzrə məzmun xəttlərini bilməlidir. Birinci, dinləyib
anlama, danışma. Bu Azərbaycan dilinin məzmun xəttidir. İkinci, oxu. Üçüncü, yazı. 4 dil qaydalarıdır. Bax, mən sizə dedim, o məzmun xətti anlayışını bilin və məzmun xəttlərinizi bilin. Hər bir müəllim öz ixtisas üzrə məzmun xəttini bilməlidir. İndi müəllimim tapdı artıq, bilir məzmun xəttlərini. Baxıram, videonu izləyib yadımda saxlamağım, dinləyib anlamağa aiddir. Bu birinci məzmun xətti. Yadımda qalanları yazmağım. Bu yazı məzmun xəttinə aiddir. Bu necə oldu? Müxtəlif məzmun xətti. Aha, müxtəlif məzmun xətti üfüqi inteqrasiyadadır. Təbii fəndaxili olduğu görünür. Amma buradan üfüqünü tapacaqsınız. Bir də var eyni məzmun xəttlər arasında əlaqənin qurulması. Burada da bir nümunə göstərək. Məsələn, riyaziyyat müəllimi ifadə həll etdirərkən şagirdlərə vurma cədvəlindən istifadə etməyi tapşırır. Cədvəli. İndi riyaziyyatda baxırıq. Birinci məzmun xətti ədədlər və əməllərdir. İfadə yazmaq. Tutaq ki, 7 üzərinə gələk 4 bərabər x. Bu ifadədir. Və yaxud 8 vur 3 bərabər yenə də x. Bu da ifadədir. İfadə həlli budur. Bu zaman vurma cədvəlində öyrəndiyimiz o bacarıqlarımızdan, biliklərimizdən istifadə edirik. Vurma cədvəli ilə ifadə, vurma cədvəli özü də ifadədir. Deməli, ifadə həlli ədədlər və əməllər. Əməllər nədir? Toplama, çıxma, bölmə. Ədədlər və əməllərə aiddir. Bu. İfadə, vurma cədvəli də ədədlər və əməllərə aiddir. Bunun nəticəsində artıq biz tapırıq ki, həm bu tapşırıq, həm bu tapşırıq əlaqələndirdiyimiz birinci məzmun xəttinə aiddir. Eyni məzmun xətti olduğu üçün siz bunu fəndaxili şaquli inteqrasiya götürəcəksiniz. Cavab olur burada şaquli inteqrasiya. Gəlin başqa nümunələrlə möhkəmləndirək fəndaxili inteqrasiyamızı. Məsələn, burada belə bir nümunələr gətirə bilərik. Nümunə 1. Bu qəbulun suallarıdır. Diqqətli oluruq. 1. Eyni mövzuda dinlədiyiniz və oxuduğunuz materiallardan çıxardığınız əsas fikirləri müqayisə edin. Fərqli və oxşar cəhətləri müəyyən edin. Baxın, oxu anlayışını görürük və yaxud dinləmə, oxumaq və dinləmək anlayışını və anlamaq anlayışını. Təbii ki, materiallardan çıxardığınız əsas fikir oxuyub anlama, dinləyib anlama. Anlama bacarığına aiddir. Fərqləri və oxşarlıqları müəyyənləşdirin. Anladığımız məlumatları müəyyənləşdirdik, fərqləri və oxşarlıqları. Nitqinizi qurarkən səs tonunuzu, göz təmasınızı və bədən dilinizi düzgün tənzimləyin. Həmçinin mətndəki açıq və gizli informasiyaları ümumiləşdirərək dinləyicilərin səviyyələrinə uyğun danışın. Bax, mən bunu etdikdə nə edirəm? Birinci, kimisə dinləyir və yaxud oxuyur, informasiyanı mətndən oxuyuram, oxuduğum materialları ümumiləşdirirəm və müqayisə edirəm. Bu bir fəaliyyətdir. Dinlədiyim və yaxud oxuduğum materiallardan hansı nəticəyə gəldim, hansı fikirlər çıxardım, onları müqayisə edirəm. Bu bir. Daha sonra mən bununla bağlı bir təqdimat hazırlayacağam. O təqdimat hazırlamağım ikinci bir fəaliyyətdir. Təqdimatda artıq mən digər auditoriya qarşısında ümumiləşdirdiyim məlumatları danışmalıyam. Bax, bir var dinləyib anlama və yaxud oxuyub anlama bacarığı. Bu birinci məzmun xətti götürək. Danışma da birinci məzmun xəttidir. Bu ikinci fəaliyyət. Eyni məzmun xətti arasında olan əlaqə olacaq. Müxtəlif sinif götürürük bunu. Şaquli inteqrasiya olacaq. Cavab olur fəndaxili şaquli inteqrasiya. Başqa bir nümunə. Şagird təqdim olunan musiqi əsərinin emosional təsirini hiss edir və bu təsiri uyğun jestlərlə ifadə edir. Olsun, musiqi əsərini dinləyir, emosional təsirini hiss edir, bu təsiri uyğun jestlərlə ifadə edir. Daha sonra həmin musiqi əsərini qrup halında sadə musiqi alətlərində ifa edir, ifa etdiyi hissi musiqi fəaliyyəti ilə təcəssüm etdirir. Burada müşahidə etdiyimiz nə var? Birinci, musiqi fənni üzrə fəndaxili inteqrasiyanı tapmaq üçün məzmun xəttlərinə baxaq. Burada nə olacaq? 1. Musiqi aləmi 2.
İkinci məzmun xətti emosional dəyərləndirmə. Üçüncü olacaq musiqi fəaliyyəti. Gəlin indi oxuyaq. Musiqi əsərinin emosional təsirini hiss edir və bu təsirə uyğun jestlərlə ifadə edir. Biz buna emosional dəyərləndirmə deyə bilərik. Daha sonra onu sadə musiqi alətlərində ifa edir. Buna da musiqi fəaliyyəti deyə bilərik. Bax, biz ikinci və üçüncü məzmun xətti arasında əlaqə qurduq. Müxtəlif məzmun xəttidir. Təbii ki, hamısı musiqidən söhbət gedir. Fən daxilini tapdıq. Amma müxtəlif məzmun xətti, biri ikinci məzmun xəttidir, biri üçüncü. Bu olacaq üfüqi inteqrasiya. Fən daxili üfüqi inteqrasiya. Növbəti, çəni 6, 4 və 3 saata dolduran borular eyni anda açıldıqda çən neçə saatda olacağını hesabla. Hesablama aparmaq təbii riyaziyyatla bağlıdır. Məsələni rasionallar həm tərs mütənasiblik, həm də orta sürət üsulu ilə həll et. Ən effektiv metodu əsaslandır. Bu zaman artıq biz riyaziyyatda filan nədir, düsturlardan, metodlardan istifadə edərək həll edirik. Sonda boruların saat üzrə doldurma payını göstərən sadə cədvəllər və ya qrafiklə nəticəni qeyd et. Burada görürük ki, məsələn, çənin eyni anda açıldıqda neçə saata dolacağı bu, məsələn, həcm, tutum anlayışı ilə bağlı götürsək, olacaq ölçmələr. Daha sonra, təbii bu hesab olacaq cəbr, məsələn, funksiyalar hissəsinə aid olacaq, müxtəlif məzmun xətti. Təbii hər iki tərəf riyaziyyatdır, fən daxili olacaq, müxtəlif məzmun xətti olduğu üçün üfüqi inteqrasiya götürüləcək. Bax, bunların hər birində yalnız riyaziyyat fənnini görürsünüz. İkinci və ya üçüncü bir fənni görmürsünüz. Cavab olacaq fən daxili üfüqi inteqrasiya. Davam edirik. Biz fən daxili haqqında danışdıq. Növbəti izahımız fənlər arası inteqrasiyadandır. Fənlər arası inteqrasiya isə müxtəlif fənlərin bir-biri ilə əlaqələndirilməsini əhatə edir. Biz bunu açıq görəcəyik. Müxtəlif fənlər bu, məsələn, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, tarix, kimya, biologiya və s. Azərbaycan dili xarici dillərlə və ya xarici dillər başqa bir fənlərlə əlaqələndirilə bilər. Ona görə də biz bir neçə fənnin əlaqəsini açıq-aşkar görməliyik. Fənlər arası inteqrasiyada bir neçə fənni görməliyik. Bunun üçün gəlin nümunələr üzərində biliyimizi möhkəmləndirək. Məsələn, burada qəbula riyaziyyat müəllimlərinə düşmüş bir sual var. Bir say sistemində ədədlər ardıcıllığını analiz et. Ümumi qanuna uyğunluğu müəyyənləşdir və ədədləri artan sıra ilə düzən algoritm qur. Sonda bu riyazi hissə gəlir, algoritm qur. Sonda bu algoritmi Pythonda sadə proqramlaşdırma mühitində təməl kodunu yaz. İndi mən burada riyazi əməlləri yerinə yetirirəm. Tapşırıq belədir. Riyaziyyatın içində nə iləsə əlaqələndirmədim. Sadəcə bunları et dedi. Etdikdən sonra Pythonda sadə proqramlaşdırma mühitində təməl kodunu yaz. Bu, informatika ilə bağlıdır. İnformatikanı gördükdə artıq açıq-aşkar biz burada riyaziyyat müəllimlərinə salınan suallarda riyaziyyat və informatika arasında əlaqəni görürük. Təbii bu da bizim üçün ədədlər ardıcılığı olsun, Python olsun, müxtəlif fənlərdə öyrəndiyimiz kimi əlaqələndiririk. Olur fənlər arası inteqrasiya. Başqa bir sual deyək. Tutaq ki, şagird suyun tərkibini şagirdə belə bir tapşırıq verir müəllim. Bu, məsələn, çirkli bir su verir. O çirkli suyun tərkibində şagirdin araşdırma aparıb təmizləməsi üçün yollar tapmasını istəyir. Şagird də belə bir iş görür. Bu zaman suyun tərkibini müəyyənləşdirən zaman oradakı mikroorqanizmlər və s. nəyisə tapır. Tərkibini müəyyənləşdirmək üçün kimyada öyrəndiyi nəsə üsullardan istifadə edir. Mikroorqanizmlərin müəyyənləşdirilməsi və bunun da təmizlənməsi, biologiya fənnində hansı mikroorqanizmlər nə zərər vericidir, nədir, bunları öyrənir.
Yəni kimya və biologiyanın qarışığından istifadə etdi məsələn. Bu da fənlərin əlaqələndirilməsi ola bilər. Təbii bunu izahlı dedik. Kimya və biologiyanı belə əlaqələndirib fənlər arası inteqrasiyanı qurmaq olar. Daha sonra sizə danışacağıq biz fən üstü inteqrasiyadan, üstü. Fən üstü inteqrasiya isə fəndə öyrəndiklərimizin həyatla əlaqələndirilməsi. Gedib həyatda qarşımıza çıxan problemlərdə həmin o fənlərlə bağlı olan bilik bacarıqların tətbiqini görəcəyik. Bəs bu necə olar? Müxtəlif formalarda qarşımıza çıxa bilər. Şagird öz müşahidələrinə əsaslanan problemi həll edərkən fəndə və yaxud fənlərdə öyrəndiyi bacarıqlardan istifadə edə bilər. Bu zaman həm fənlər arası, həm fən üstü ola bilər və yaxud yalnız fən üstü ola bilər. Bir neçə nümunəyə baxacağıq və yaxud müəllim şagirdlərə birbaşa hal-hazırda öyrətmədiyi, amma həyati bir bacarıqda qazandığı və yaxud həyati bir situasiyada qazandığı bacarıqların tətbiqi ilə bağlı nəsə fəaliyyət verə bilər. Yəni biz verdiyimiz tapşırıq indi hal-hazırda öyrətdiyimiz deyil, amma müxtəlif fənlərdən qazandığı bilik bacarıq əsasında hər hansı bir situasiyada onu tətbiq etməyini istəyə bilərik. Bu həyatın fənlə əlaqələndirilməsi olacaq ki, bu da aid olacaq fən üstü inteqrasiya. Məsələn, bununla bağlı bir nümunə var idi. Deyir ki, şagirdə müəllim tapşırıq verir ki, beynəlxalq sərgidə, yarışda və yaxud beynəlxalq olsun sərgidə Azərbaycanın elə bir mədəniyyət nümunəsini nümayiş etdir ki, bu xalqların dostluğuna və s. töhfə versin. Deməli, mənə indi öyrədib get bunu həyata keçir demədi. Məsələn, bitkini calaq etməyi öyrədir, aparır, həyatda calaq etdirir. Bunu etdirmədi. Yəni bu olsa fənn üstü deyil. Çünki öyrətdiyini tətbiq etdirir. Düşünün ki, öyrədib aparıb laboratoriyada tətbiq etdirir. Bu fənn üstü olmadı. Fənn üstü belədir. Mən müxtəlif fənlərdə öyrənmişəm. Tutaq ki, musiqidən tar öyrənmişəm, texnologiyadan xalçanı öyrənmişəm və yaxud rəsm xəttdən xalçanı öyrənmişəm, tarixdən öyrənmişəm və yaxud filan dərsdən filan nələrisə öyrənmişəm. İndi mən sərgi üçün düşünürəm. Xalqları dostluğa çağıracaq, bizi düzgün formada çatdıracaq nəyi nümayiş etdirə bilərəm? Bax, bu nümayiş, burada onu nümayiş etdirmək indi öyrətdiyinin tətbiqi deyil və bütün fənləri orada düşünə bilirik. Bütün olmasına bir çoxunu düşünə bilirik. Amma konkret bu fən deyə bilmirik. Çünki situasiyanın içində verilməyib. Ağlıma gəlir musiqi də ola bilər, ağlıma gəlir texnologiya da ola bilər, ağlıma gəlir təsvir incəsənət də ola bilər, idman da ola bilər və s. Bizim coğrafiyamız, təbiətimizlə bağlı və yaxud Qarabağ atlarını məsələn nümayiş etdiririk. Tutaq ki, bu bizim şəxsimizlə bağlı olan müxtəlif fənlərdə öyrəndiyimiz məlumatlardır. Bax, bu olacaq fənn üstü inteqrasiya, öyrətdiyini tətbiq etdirmir. Bir də var, bitkini calaq etməyi öyrətdirdi. Bunu möhkəmləndirmək üçün qarşımıza bitki qoydu və yaxud bağçaya düşürtdü. Deyir, indi bunu calaq et. Bu fənn üstü sayılmır, çünki mənə öyrəndiyimi möhkəmləndirir. Amma mən özüm müşahidə etdiyim həyatda fənn üstü olacaq. Gəlin nümunələrlə əsaslandıraq. Məsələn, belə bir nümunələrə baxaq. Məktəbinizin həyətində yerləşən köhnə tullantı sahəsində təmiz hava, enerji səmərəliliyi və təbiətin qorunması məqsədi ilə yaşıl zona, kiçik park salınması planlaşdırılır. Yəni, məktəbin həyətində bu yaşıl zona yaradılacaq, kiçik park salınacaq. Bunu planlaşdırırlar. Lakin sahənin günəş işığı alması, suvarma sistemi, torpaq tərkibi, enerji istifadəsi, bax, fizika, kimya, torpaq tərkibi məsələn və ya coğrafiya, fizika, günəş işığına məruz qalma məsələn bucaq və s. Bunların hər birin bizə deyir ki, çətinlik mövcuddur. Şagird mövzu ilə bağlı əgər mən yaşıl zonanı torpaq enerji istifadəsi ilə bağlı çətinliklər mövcuddur. Şagird bu mövzu ilə bağlı əgər mən yaşıl zona qursaydım, başlıqlı yazılı plan hazırlayır və layihə çərçivəsində qarşıya çıxan problemlərin həlli yollarını əsaslandırılmış şəkildə izah edir. Baxın, bu belə bir plan qurulur. Bu dərsdə verilən bir şey deyil. Şagird görür ki, belə bir iş görülmək istəyir. Bununla bağlı artıq plan qurur. Mən etsəm nə edərdim? Başlıqlı bir layihə hazırlayacaq. Qarşıya çıxan problemlərin həlli yollarını əsaslandırır və s.
Bu yazılanlar üçün həm kimya, həm biologiya, həm coğrafiya, həm fizika olar fənlərindən istifadə edə bilər. Ona görə də konkret, yəni təbii indi o müxtəlif fənlər var. Burada fənlər arasını artıq gördük. Fənlər arası. Amma digər tərəfdən də fənüstü var. Çünki şagirdin özünün fəaliyyətidir bu. Müşahidə etdi ki, belə bir şey var. Fənlərdə öyrəndiklərindən istifadə edərək bir layihə hazırlayır. Hətta problemlərini və s. əsaslandırılmış şəkildə izah verir. Bu şagirdin özünün müşahidə etdiyi bir layihədir. Görür və özü buna uyğun nəsə hazırlayır. Mən onu sinifdə öyrətdiyimi tətbiq etdirmirəm. Ona görə də fən üstü olacaq, həm də fən üstü. Növbəti, bax bunu dedim sizə. Sən BMT-nin təşkil etdiyində müəllim tapşırıq verir. Təşkil etdiyi Mədəniyyətlərarası Barışa Doğru adlı beynəlxalq layihədə Azərbaycanı təmsil edirsən. Azərbaycan hansı mədəni dəyərləri və nümunələri təqdim edə bilər ki, dünyanın ehtiyac duyduğu mədəni həmrəylik və qarşılıqlı hörmətə töhfə versin? Seçdiyin mədəni irsi əsaslandır və dünyaya necə təqdim edəcəyini izah et. Biz artıq bunu edərkən, bax mən sizə bayaq nümunə gətirdim. Müxtəlif fənlərdən bir nümunə götürə bilərik, Azərbaycanı təmsil edə biləcək. Onları götürdükdən sonra təbii ki, yəni mənə indi müəllim xalçanı öyrətmədi ya, dedi ki, get xalça ilə nəsə elə. Bunu demədi. Və yaxud musiqini öyrənib get tarı orada, sazı orada görsət demədi. Amma nə istəyirsən onu görsət dedi. Mən başqa fənlərdən nümunələr gətirə bilərəm və bunu əsaslı şəkildə irəli sürə bilərəm. Ona görə bu da həyati bir bacarıq sayılır. Konkret ağlımıza bu fən deyib situasiya sala bilmirik. Hər birini fikirləşə bilirik eyni anda. Ona görə də bu olacaq fən üstü inteqrasiya. Üstü inteqrasiya. İnteqrasiya ilə bağlı təqdim edəcəyimiz izah bu qədər. Təbii testlərimizi işləyirik. Testlərimizin izahlarını diqqətlə dinləyirik. Səhv etməkdən qorxmuruq. Yadda saxlayaq ki, səhv etdikcə biliyimizi möhkəmləndiririk. Nə suallarınız olsa, həm videonun altında, həm də şəxsimizlə əlaqə saxlaya bilərsiniz əlaqə nömrəmizlə. Təşəkkür edirəm, sağ olun.